Azərbaycanda uğurla həyata keçirilən sosial siyasətin tərkib hissəsi olan yol nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlər bugün də uğurla davam etdirilir. Bu layihələrin bölgələri əhatə etməsi isə regionların sosial-iqtisadi inkişafına mühüm töhfələr verir. Bölgələrimizin yol nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklər prosesinin uğurla davam etməsi, ölkəmizin ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yolların və körpülərin müasir standartlar səviyyəsində tamamilə yenidən qurulması mühüm rola malikdir. Regionları, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yol ayrıcıların və körpülərin inşası və yenidən qurulması regionların inkişafına müsbət təsirini göstərir. Rayonların simasını əsaslı şəkildə dəyişdirir. Tərtər rayonu Sarıcalı kəndində Tərtər çayı üzərində inşa edilmiş yeni körpünün də bu baxımdan rolu böyükdür. Ən ucqar yaşayış məntəqələrində belə yolların əsaslı təmiri, yeni yolların salınması, yeni körpülərin inşası dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin bəhrəsini isə hər bir Azərbaycan vətəndaşı öz şəxsi həyatında hiss edir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər rayonu Sarıcalı kəndində Tərtər çayı üzərində inşa edilmiş yeni körpünün açılışında iştirak etdilər. Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin sədri Salih Məmmədov dövlət başçısına regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramına əsasən Bərdə İstisu avtomobil yolunun 10-cu kilometrliyində inşa edilmiş körpü barədə məlumat verdi. Körpünün inşası Tərtər rayonunun strateji əhəmiyyətli ərazidə yerləşməsi və bu ərazidəki mövcud körpünün 1947-ci ildə tikilərək istismar müddətini başa vurması nəzərə alınaraq həyata keçirilib. Körpünün tikintisinə 2016-cı ilin iyununda başlanılıb və qısa müddətdə başa çatdırılıb. 3 aşırımlı körpünün uzunluğu 107 metr, eni 12 metr, çay məcrasından hündürlüyü isə 15 metrdir. Körpü 2 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 8,5 metrdir. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə hər bir istiqamət üzrə 1,75 metr enində piyada səkiləri də tikilib. Layihə çərçivəsində 110 metr uzunluğunda beton mühafizə bəndi, 400 metr yanaşma yolları və ümumi uzunluğu 56 metr olan 5 ədəd dairəvi borunun tikintisi aparılıb. Dövlət başçısı yeni körpünün açılışını etdi. Zolgölən və Sarıcalı kəndləri arasında inşa edilən körpü 11 yaşayış məntəqəsində yaşayan 25,6 min sakinin mənzil başına çatmaları üçün məsafəni qısaltmaqla avtonəqliyyat vasitələrinin hərəkətini xeyli yaxşılaşdıracaq. Bundan əvvəl isə sakinlər rayon mərkəzinə və ətraf yaşayış məntəqələrinə getmək üçün əlavə təqribən 15 kilometrdən artıq yol qət etməli olurdular.